Canım fəda ola sənə ey növbəhar can. Canım fəda ola sənə ey növbəhar can. Öldürdü ayrılıq məni ey intizar can. Baxma qüsurə etmə əcəb halı zarimə. Ayrılsa yar yaridən olmazmı yarı can? Bir yol bu yol çəkən gözüm aram tutmadı. Bir candan ötürü ağladı bu əşkibar can. Gəl gəl nisar can eləyim sən gələn yola. Artıq tükəndi cismidə səbr qərar can. Canım canınla can tapıb ey canı kainat. Ruhi rəvanim ey həmə darun nədar can. Ləşkər çəkibdi üstümə dərdü bəlavu qəm. Ləşkər çəkibdi üstümə dərdü bəlavu qəm. Bunlarla qoyma tək məni ey qəmküsar can. Bir dəfədə fəna gəl lütfi ilə et nəzər. Öldürdü ayrılıq məni ey intizar can. Öldürdü ayrılıq məni ey intizar can. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız, xoş gördük sizi. Qum Danələri verilişimiz yenə efirdədir. Əziz dəyərli qonağımız ilahiyyatçı alim Hacı Fariz Xammədli. Hacı, xoş gördük bir daha sizi. Çox sağ olun, salamlayıram sizi. Əleykum salam. Simavuzda bütün izləyicilərimizi Allah təbarək və təala bu ayın fəzilətindən cümləmizi bəhrələndirsin Amin, inşallah. amin. Siz suala keçməmişdən qabaq icazə verərsinizsə, mən bu şeir oxuduğunuz qəzəl barəsində Buyurun Hacı. və oradan yola çıxaraq bir neçə məsələyə toxunmaq istəyirəm. Zaten biz danışmışdıq keçən verilişlərdə də, gələcək verilişlərimizi biraz fəlsəfə və irfana həsr eləyək. Sədinin Gülüstanında bir söz keçir, bir hadisə keçir, nəql eləyir. Deyir, bir nəfər zahid qonaq olmuşdu padişahın evində. Padişah da buna mütənəvvi süfrə açmışdı. Bu süfrədə padişahın diqqətini cəlb eləmək üçün öz üstünə biraz az yedi yeməkdən. Az yedi ki, qoy buna padişah daha çox məhəbbət eləsin, desin ki, bu böyük zahiddir. Və namazını uzatdı. Yeməyi az yedi, namazı isə uzatdı. Evə gələndən sonra girdi evə, xanımına dedi ki, mən acımdan ölürəm, mənə tez yemək gətir. Yemək gətirdilər bu üçün. Oğlu buna dedi ki, bəs sən niyə belə elədin? Şahın qonağı deyildinmi sən? Dedi, bəli, oradayım. Dedi, şah sizə yemək vermədi. Dedi, niyə? Böyük süfrə açmışdı. Amma mən buna görə ki, şahın diqqətini öz üstümə çəkim, yeməkdən az yedim. Gəlmişəm, indi burada davam eləyirəm. Namazı isə çox uzatdım. Oğlu dedi, onda sən namazı da qəza elə. Dedi, niyə? Dedi, çünki yeməyi şaha görə az yemişdin, gəlmirsən, qəza edirsən, davam edirsən. Namazı da şaha görə çox qılmısan, onu da təzələ, onu da yenilə. Sədi orada deyir ki, tərsəm nə rəsibə Kəbə ey ərabi. Tərsəm nə rəsibə Kəbə ey ərabi. Kin rəh ki tu mirəvi bə Türkistan əst. Çünki bu yol ki, qorxuram deyir, ey ərəb. Ey səhra ərəbi, qorxuram sən Məkkiyə yetişməyəsən bu gedişlə. Niyə? Çünki bu yol ki sən gedirsən, bu Türkistana aparır. Bəli. Bu Məkkə yolu deyil. Mənim hədəfim bugünkü verilişdə sizin qəzəlinizdən yola çıxaraq bizi Allaha aparan, o Kəbədən məqsəd orada Allahdır. Biz Allah tərəfə gedirik axı, Allah yolculuğuna çıxmışıq. Allahın yolunda salikik. Suluk əhliyik Allah tərəfə addımlayırıq, kəmala tərəfə addımlayırıq. Burada istəyirəm bunu açıqlayam ki, bu yol hansı yoldur? Mərifət əhlinin yolu hansı yoldur bizi Allaha tərəf aparır? Bəzən görsən biz elə bilirik, həqiqətən Allaha tərəf gedirik, amma Allahdan üz döndərmişik. O yol Allaha tərəf gedən yol deyil. Ona görə yolları hamısını yığmaq lazımdır bir yerə. Kisrətləri, çoxluqları vəhdətə gətirib çıxartmaq lazımdır. Vahidləşdirmək lazımdır. Aşiqlərin nəzərində, saliklərin nəzərində çoxluq yoxdur bu aləmdə. Vahidlik var, birlik var. Amma bunu bir növ başa düşmək lazımdır. Bunu başa düşmək üçün həm qərb fəlsəfəsində, həm şərq fəlsəfəsində insanlara verilən suallar var. Məsələn, bizdə sevgili Peyğəmbərimizdən bir hədis keçir. Həzrət buyurur ki, Tuba limən. Xoş olsun o adamın halına ki, bilir
min əyn hardandır, fi əyn hardadır və ila əyn hara gedir. 3 dənə yolu ki, bu bizim klassikada da keçir də, deyir ki, salha fikri mənim bud həmişə əbsuxanım, ki, çəra qafilə zəhvalı deli xiştənəm. İllər boyu bunu düşünürdüm ki, niyə özümdən qəflətdəyəm, az koca amədəyəm, amədənəm bəhriçə bud və koca mirəvəm axir nənəmayi vətənəm. Bu 3 dənəni hardan gəlmişəm, niyə gəlmişəm və hara gedirəm. Bu bizim şərq ədəbiyyatında var. Bu sevgili Peyğəmbərimizin sözündəndir. Kisrətləri bu 3 dənə sualı, yəni bütün aləmin sualı, bu dünyada bizim nə qədər sualımız var. Bu sualların hamısı bu 3 dənə sualın içində birləşib. Bu 3 dənə sual özü də bir dənə sualda birləşib. Yəni insanın aləmdə bir dənə sualı var. Bütün varlıq, bu kisrət, çoxluq ki, bu aləmdə görürük, bu axırda gəlir bir dənə yerə çatır. Bir dənə sualdadır. Biz indi o bir dənə sualı tapsaq, bir dənə yolu tapsaq, bütün məsələlər həll olacaq. Və məsələn, xəstəliklər çoxdur, hamısı bir dənə xəstəlikdədir. Gözəlliklər çox biz görürük, hamısı bir dənə gözəllikdədir. Ayrılıqları biz çox görürük, nə qədər ayrılıqlar var, hamısı bir dənə ayrılıqdadır. Bunların hamısını biz gəlib Qurani Kərimdə də vurğulanır, bu xüsusi vurğulanır Qurani Kərimdə. Deyir, bir dənə moizə eləyirəm sizə. Allah təbarək və təala buyurur. Sizin hamınızı bir dənə moizə eləyirəm. Sonra buyurur ki, denən çoxlu bütlər və Allahlar gözünüzün tapmısınız ilahlar, onlar yaxşıdır. Əmillahil vahidil qəhhar. Ya bir dənə Allah. Hamısını gətirir, birliyə birləşdirir. Yəni bu çoxluqları biz birliyə birləşdirə bilsək, bütün məsələlər həll olacaq. Həqiqi yol, düz yol, Kəbənin yolu o yoldur ki, o birliyə gəlib birləşir. Bir dənə vəhdətə gəlib çatır. Kesrətdə qalsın Türkistana gedib çıxacaqsan. Ona Sədi işarə edir. Deməli biz o birliyi başa düşmək. Məsələn Kantda da bu var. Immanuel Kant, mən onun qəbrini də ziyarət eləmişəm. Qəbri onun keçmiş Kensberg, indiki Kaliningrad şəhərindədir. O Alman fəlsəfəçisidir. Almaniyalı, çox böyük filosofdur və özünə uyğun, özünə məxsus onun nəzəriyyələri var. Onda da eyni ilə 3 dənə sual var. Şərq dünyasında olduğu kimi Kant da 3 dənə əsas sual verir. O 3 dənə əsas sualdan sonra bir dənə sual cəmləndirir, hamısının bir dənə sualın içində. 3 dənə əsas sualı onun budur ki, görəsən mən nəyi bilməliyəm? Birinci sualı budur. Nəyi bilməliyəm? Sonra, yəni mən bilə bilərəmmi? Birinci sualı verir özünə. Nəyi bilməliyəm? Bilə bilərəmmi? Bilməyin yolu hansılardır və nəyə ümid bağlamalıyam? Sonra gətirir 3 dənə sualın üçünü də cəmləşdirir bir sualda. O bir sual da budur ki, insan nədir? İnsanın nəliyi barəsində başlayır, insanın kimliyin, insanın mahiyyətin, nəliyin cəmiyyətə çatdırmaq istəyir. Əgər insanlar bu sualları cavablandırsa, sonda gəlsələr bu suala çatsalar və əvvəlində biraz əxlaqdır, biraz dindir, biraz sosiologiyadır, insanşünaslıq, cəmiyyətşünaslıq və sonra gəlir dinşünaslıq ortaya qoyur. Və bütün məsələlərin, sualların cavabı burada aydınlaşır insan üçün. Biz əgər bu sualların cavabını tapa bilsək, onda bu aləmə niyə gəlmişiyin cavabını tapacağıq. Deyir, biri Məsnəvidə keçir, deyir, bir nəfər keçirdi, gördü bir sufi, oturub ayağını qucaqlayıb, dayanıb. Deyir, o adam elə bildi ki, bu adam depressiyaya düşüb. İndiki dillə desək, bu adam stresə düşüb. Yəni qəmə düçar olub, qüssəyə düçar olub. Gəldi bunu dedi ki, niyə başını qoymusan, dizini qucaqlamısan? Bax bu aləmə gör nə gözəlliklər var bu aləmdə. Gör nə qədər gözəl, ağacın gözəlliyinə bax, dəryanın, səhranın, dağın gözəlliklərə bax. Bugünkü müasir psixoloqların da yanına geçsin, belə deyirlər. Biri depressiyaya düşüb, ona deyirlər ki, təbiətə, yaşıllığa bax, biraz gəz, dəryaya bax filan elə. Mövlana bir dənə gözəl cavab verir Sufinin dilindən. Deyir, Sufi dedi ki, o gözəlliklərin kökü mənim daxilimdədir. Dizimi qucaqlamışam qəlbimə baxmağa görə. Əgər oradan qaynaqlanmasa gözəllik, zahirdə nə qədər gözəllik yaradırsan, yarad o mənim xəstəliyimə dərman eləməz. O mənə şifa gətirə bilməz. Nə qədər gözəllik yaradım, memari usullar, gözəl evlər, gözəl mənzillər, gözəl istirahətlər, Maldiv adaları, nələr. Onlar məni depressiyadan çıxartmayacaq. Niyə? Çünki mən daxilimi məhv eləmişəm, aradan aparmışam. Burada bütün məsələlər hamısı qaynaqlanır, gəlir çatır bizim qəlbimizə, daxilimizə. Daxili islah eləyəndən sonra, gözəlləşdirəndən sonra Qurani Kərim də buna işarə eləyir. Hədəynahus səbil. Biz ona yolu göstərmişik. Demək Allah daxilimizdə o gözəllikləri yaradıb. Deyir, biri istəyir özün gözəl eləsin, bir bəy ya bir xanım. Gəlir güzgüdə baxır,
Baxandan sonra qaşın burası bilir biraz yaxşı deyil, ya çoxalır, ya azalır. Saçının burası biraz yaxşı deyil, çoxalır, ya azalır. O yaxşı deyili hardan bilir insan? Mən belə eləsəm gözəl olaram, hardan bilir? Deməli insanın daxilində o gözəllik qoyulub. İnsan o gözəlliyi ilə aşinadır. İndi güzgülərə baxanda özü başa düşür ki, mənim buramda bu əmələ gəlib gözəl deyil. Demək biz gözəlliklə tanışıq. Özümüz özümüzə baxmamışdan qabaq. İnsan gözəlliyi ilə bu aləmdə Allah tərəfindən fitrətən tanış edilib. İndi biz ona tərəf addımlayırıq. Demək biz bütün bu sualları cavablandırmaq üçün, kəsrətdən vəhdətə yol tapmaq üçün, bütün sualların hamısını bir dənə sualın üstündə qurmaq üçün bizə lazımdır birinci məsələ biz özümüzü tanıyaq. Birinci məsələ bunu Descartes da deyirdi. Mən təfəkkür edirəmsə deməli mən varam. Birinci insan özünü tanıyır. Özünü tanıyandan sonra insan çatışmayan cəhətlərini bilir. İnsan ki çatışmayan cəhətlərini bildi, başa düşür ki mən kamillik yolunda addımlamalıyam. Mən kamilliyə tərəf getməliyəm. Mənim nöqsanlarım var. Deməli insan bunlarla yanaşı kamilliyi də tanıyır. Kamilliyi tanıyandan sonra o kamilliyə insanda ümid yaranır. Bəli. Bu Kant fəlsəfəsi budur. Kamilliyə insanda ümid yaranır. İnsan istəyir kamilliyə tərəf getsin. O kamilliyə tərəf gedən yolda insan özü üçün bir dənə məqsəd və bir hədəf təyin eləyib. Artıq bilir ki, mən Kəbəyə gedirəm. Məkkiyə gedirəm. Məqsəd də Allahın o simasını görməkdir. Allahı görməkdir, ziyarət etməkdir. Liqaullah da ona tərəf gedir. İnsan ora tərəf addımlayır və ora tərəf addımlayanda yolu düz seçməlidir. Daha buna deyir Xosrov əvvəl sordu hardansan cavan, Fərhad cavab verdi dost diyarından. Yəni bir dənə yol var. Dost yolu, eşq diyarı, eşq yolu. O tərəfə get. Bir dənə din var, eşq dini. Hamısı İslam, Xristianlıq, qabaq gələn dinlər, hamısı klassik dinlər, hamısı o eşq məktəbinə xidmət edirlər. O dostun yoluna xidmət edirlər. Xosrov əvvəl sordu hardansan cavan, Fərhad cavab verdi dost diyarına. Dedi o diyarda hansı sənət var? Dedi qəmi alıb canı satarlar. Bu məktəbdir. Qəmi alıb başqalarının qəmin alsın özü və xəstələndirəcək səni başqalarının qəmi. Sən indi kamillik yolunda başa düşəcəksən, deyir, qəmi alıb canı satarlar. Dedi, canı satmaq heç ədəb deyil. Dedi, aşiqlər üçün bu əcəb deyil. Dedi, ürəkdəndir çəkdiyim bu qəm. Dedi, ürək nədir? Candan aşiqəm. Dedi, müqəddəsdir eşqi şirinin. Dedi, onu candan bilirəm şirin. Dedi, gecələr onu ay tək görürsənmi? Dedi, yuxuma girsə yatanmıram. Dedi, səbr elə, səbrin faydası çoxdur. Qəlb səbr edər, qəlbim ki yoxdur. Necə səbr edeyim? Yəni, burada məqsəd budur ki, sən məktəbi tapmısan, yolu tapmısan. Mən hardan gəlmişəm, onu tapmısan. Neynəməliyəm, özümü tanımışam, nöqsanlarımı görmüşəm. Hara tərəf addımlayıram, eşq sərhəddinə tərəf. Eşq mənzilinə tərəf. Burada bu iqlimdə keçən il mən Hafizdən bir beyt oxumuşdum. Deyir: "Mabeyindər nə peyi hişmət u cahamədeyim, əzbədi hadisə incabı pənahamədeyim. Rəhrov mənzili eşqim. Keze sərhədd ədəm tabi iqlimi vücudin həmə rahamədeyim." Biz eşq yolunun yolçularıyıq, gedirik. Mənzilə tərəf gedirik. Məqsədimizi tapmışıq. Hara tərəf gedirik. Deməli insan ki bunu özü üçün müəyyən elədi, yəni bildi ki mən kiməm? Mən neynəməliyəm? Özün tanıdı insan, mən ərafa nəfsəhu fəqəd ərafa. Hər kim özünü tanısa öz Allahını tanıyacaq. Deməli bizi özümüzü tanıyandan sonra, nöqsanımızı biləndən sonra, kamilliyə ümid bəsləyəndən sonra biz ona tərəf addım-addım gedirik. O gün bir nəfərlə danışıram, alimdir, danışıram, yəni dünyəvi elmlər üzrə alimdir, ona maraqlıydı bu mənəvi məsələlər danışırdıq. Dedi ki, dinin kökü qorxudan yaranıb. Qorxudan yaranıb. Məsələn, Nietzsche deyir ki, böyük fəlsəfəçilərdəndir. O şəhərdən fəlsəfəçilər çoxu varlı adamlar olublar. Amma Nietzsche şəxsi bir yaşayan adam olub. Şəhərdə evi olmayıb, şəhərin kənarında bir ev var idi, həyət evi, orada yaşayırdı. Və gecələr qaranlıq olurdu. İndi o vaxtı qaranlıq olurdu. Hava indi kimi işıqlar filan, işıqlandırmalar yox idi. Qaranlıq olurdu. Gecələr bu deyir, mən qorxurdum, hiss elirdim ki, Allah var. Və mən deyir, gündüz Allahı elə qəbul eləyə bilmirdim, amma gecələr qorxudan deyirdim ki, Allah var. Demək, bəzi adamlar götürüblər, ümumiyyətlə Allahın varlığın, Allahı dərk etmənin səbəbin qorxu üzərində qurublar. Məsələn, Nietzsche'dən də biraz qaynaqlanıb bu fikir ondan qabaqdır. İnsanların bəzisi belə düşünürdülər ki, güya ibtidai bəşər bu zəlzələlərin, sellərin, vulkanların filan böyük təbii hadisələrin sirrin
açıqlaya bilməyəndə qorxularından daha böyük bir varlığa sığınırdılar Allah ünvanında. Və indi gətiriblər bəzi Allahı inkar eləmək istəyənlər gətirib bu sözlərdən istifadə edirlər. Amma belə deyil. Kant bu adamlara cavab olsun deyə deyir. Deyir bir ümid var, ümid. Metafizikanı, yəni mabədu təbiyyəni, ölümdən sonrakı həyatı Kant sübut eləmək istəyəndə ümiddən danışır. İnsan ümid bağlayır kamilliyə. İnsan o mənzilə ümid bağlayır və ora tərəf addımlayır. Ora tərəf getmək istəyir. Deməli, ümidlə o böyük varlığın sübut eləməyə çalışır bizə. Və sonra bilirsiniz nə qoyur ortaya Hacı Fənay? Bu bizim də fəlsəfədə möhtəşəm surətdə bəhs olunur fəlsəfədə, irfanda. Deyir ki, insan ki başa düşdü mən varam, bütün məsələlər buradan qaynaqlanır. İnsan başa düşdü mən varam, onun üçün ölüm məsələsi həll olur. Necə? Məsələn, bu ki başa düşdü mən varam, fiziki qanun ortaya çıxır, enerji heç vaxtı yox olmur. Varlıq heç vaxtı yox ola bilməz. Vücud ədəm ola bilməz fəlsəfə deyir. Deməli, insan öz varlığın başa düşəndən sonra öz cavidanəliyin başa düşür. Əbədiliyin başa düşür. Niyə? Çünki varamsa mən heç vaxt yox olmayacam. Qanundur, fəlsəfədir, fizika qanunudur. Deyir ki, enerji, varlıq, mövcud yox ola bilməz. Mən ki dəqiq başa düşdüm mən varam, deməli mən kefdəyəm. Və yox olmaqdan da qorxmaq. Qorxmaq yoxdur, qutardı da. O qorxu itdi. Niyə? Çünki o yoxluq olmayacaq heç vaxtı. Varlıq heç vaxtı yox ola bilməz. Bu fəlsəfə gör nə boyda düşüncədir. İnsan ki birinci başa düşdü mən varam. Ona görə həm şərq tərəfdə, həm qərb tərəfdə bizə bunu başa salmaq istəyirlər ki, hardansan, niyəsən, hara gedəcəksən. Mən bilərəmmi Kant deyir. Və mən nə üçün burada yaşayıram? Ondan sonra deyir, insanda 3 dənə sual yaranır öz varlığın başa düşəndən sonra. İnsanda gözəlliyə meyil yaranır. İnsanda biliyə meyil yaranır. Və insanda ümid baş qaldırır. Bu üçlük insanın kimliyini ortaya qoymaq üçündür. İnsan gözəlliyə meyil yaranır nədir? Harada gözəlliyi görür, onu dalayacaq. İnsan o gözəllikləri zahirdə axtarırsa, onda Türkistana gedib çıxacaq o yol. Ona görə mən əvvəldə Məsnəvidən bir misal çəkdim ki, dərviş oturmuşdu, öz dizini qucaqlamışdı, o gözəlliklər batindədir. Sən gərək bu sərçəşməni öz daxilində tapasan. Elə ki, daxildə bu sərçəşmə tapıldı, batində sən o gözəllikləri gördün, bütün məsələlər sən demə bizim daxilimizdə həll olurmuş. Bütün məsələlər buradaymış. Yəni zahirdə bir adam istəsə nəyisə, gedəsən həkimə, sən mənim depressiyam aradan aparacaqsan, yox gedəsən dərya kənarı, onlar hamısı yaxşı işlərdir. Amma bütün məsələlər daxildə həll olur. Daxildə həll olur. Daxildə həll olandan sonra insan bilir ki, mən əbədi bir varlığam. Ölüm insanı qorxuzmur. İnsan bilir ki, mən ölümlə kamilləşirəm. Biri mənə danışırdı, tələbəlik illərimdə idi, mənə dedi, Məsnəvi ilə Harun necədir? Dedim, arada oxuyuram, bildim. Dedi, oxu, camini oxu, Molla Rumi oxu, bunları oxumaq lazımdır. Dedim, niyə? Dedi, onlar biraz ədibanə, məsumların sözlərini bizi üçün canlandırıblar. Məsələn, Füzulini oxu, Nizamini oxu. Niyə? Çünki onlar ədəbi şəkildə, ədəbiyyat üzərində məsumların biz bəlkə də quru söz kimi onu qəbul edərdik, tam başa düşə bilməzdik Qur'anı, hədisi. Onlar onu gözəl surətdə təqdim edirlər. Ədibana bizə təqdim edirlər. Çünki ola bilər biz məsələn ərəb dilini bilməyib Qur'anı o formada başa düşə bilmirik, amma bir dənə Qur'an məntiqini götürüb bizi üçün. Mən bəzən bunları deyirəm fəlsəfi kitabları oxumaq lazımdır. Məsələn deyirəm Farabinin Fususul Hikəmi var, məsələn hikməsi var, bir dənə 50 səhifəlik kitabdır. Bütün Farabidən sonra gələnlər hamısı oradan qaynaqlanıblar. Farabi bir dənə Allahın sözün, bu söz ki Qur'an-ı Kərimdə keçir, kullu şeyun halikun illa vəcih. Allahdan başqa hər şey həlak olub aradan gedəcək. Onun vəchindən başqa hər nə aradan gedəcək. Onu elə gözəl fəlsəfi və irfani fikirlərlə, bu 50 səhifəlik kitab deyir, çoxlu fəlsəfi məktəblərin banisi odur. Nə qədər filosof ondan sonra gəlibsə oradan qaynaqlanıb. Onun fəlsəfi məktəbindən qaynaqlanıb. Deyirəm ki, bunu oxuyun 50 səhifə. Onu ustadla oxumaq lazımdır. İndi insan onu hələ belə oxu sözü başa düşməyəcək. Yəni sözün buradadır ki, bəzi adamlar görsən Farabi ilə kimisə müqayisə edirlər. Onu Farabidən üstün göstərirlər. Ayıbdır vallah. Yəni əgər İslam dünyasına təsir edən fəlsəfəçidən danışırsansa, Farabi heç kimlə müqayisə olunmaz. Sən gətirib onları Farabi ilə müqayisə eləmə. Farabinin 50 səhifəlik kitabı, Farabinin bir dənə Aristotelin məntiqinə şərhi İbn Sinanın məntiq elmin başa düşməsinə səbəb olub. Sən Farabi ilə İbn Sinanı da müqayisə edin. Farabi müəllimul əvvəldir. Sən gör kimi ilə kimləri müqayisə edirsən, sonra deyirsən İslam dünyasında bunun təsiri ondan çoxdur. Yox, belə məsələlər olmaz. Deməli sən heç Farabini başa düşməmisən. Sən heç bilmirsən Farabi kimdir. Məlumatı yoxdur.
Məlumatın yoxdur. Farabi bütün fəlsəfi məktəblərin, İslam dünyasında olan fəlsəfi məktəblərin bünövrəsini orada yaradıb. Sözüm burdadır ki, yəni biz bunlardan qaynaqlananda görürük hər nə bizim daxilimizdən gəlir. İçəridən gəlir bu məsələ. Şadlıq da içəridə imiş. Sən əgər içərini düzəltsin, içəri islah olandan sonra, şadlandırandan sonra, məsələn gör Əli ibn Əbi Talib əleyhissalam nə gözəl buyurur. Bu əl-mu'minu huznuhu fi qəlbihi və boşruhu fi vəcih. Mömin ki, daxilin düzəldir, daxildə hüzn yarana bilir. Necə? Məsələn, ayrılığın hüznü var da. Yardan sevgilimizdən ayrılığını orada gözəl vurğulamışdınız. Yardan sevgilimizdən ayrılığın bir hüznü var, bir ənduhu var. O qəmin özü o qədər şirindir. O eşq qəmi o qədər şirindir. Zahirən hamısını sevməyə başlayırsan. Artıq o bir dənə yol var da, eşq yolu. Və məqsəd məlumdur. Kamilliyə doğru addımlamaq. O həll olandan sonra insanın evlənmək problemi də həll olur. Bir qız ərə gedib ailə qurmaq istəyir, məqsədi tapıb. İndi o məqsəddə o ilə addımlayacaq adamı axtarır. Onun ailəsində heç bir problem olmayacaq. Bir oğlan məqsədi tapıb, hara gedirəm, niyə yaranmağın səbəbini tapıb, mən kiməm o sualın da cavabını tapıb. Gözəllik sevgisini də özündə qaynaqlandırıb, cilvələndirib, elm sevgisini də ortaya qoyub və kamillik sevgisini də ortaya qoyub, kəmala tərəf addım. O ümid də onda var ki, mən yox deyiləm. Mən varlıq aləminə qədəm qoymuşamsa, mən əbədi yaşayacağam. İndi bu adam bu addımlarla addım-addım gedir. Yolda bir nəfər buna rast gəlir. O baxır məqsədimə uyğun adamdırsa, həmən məqsədə o ilə salik olur, yol yoldaşı olur. O yol yoldaşlığı heç vaxtı aradan getməyəcək. Ailədə də belədir, dostluqda da belədir, ticarətdə də belədir, ümumi həyatda da belədir. Onda artıq hər nəyi ora ilə ölçəcək insan. Ölçü və meyar olacaq ilahi hədəf, ilahi məqsəd. Deməli, bütün fəlsəfəçilər, fəlsəfi məsələn, Kant fəlsəfi nəzəriyyəni ortaya qoyandan sonra deyirdi ki, heç kim belə bir nəzəriyyə ortaya qoya bilməz. Heç kim bu cürəki nəzəriyyə mən ortaya qoymuşam, heç kim mənim kimi məsələləri aydınlaşdıra bilməz, ortaya qoya bilməz. Çünki gör mən nə boyda məsələ ortaya açdım, qoydum, bəşəriyyətin, insanların taleyini həll elədim. Bu məsələ çox önəmli məsələ. O gün baxıram bizim bir ad çəkməyəcəm, böyük alimlərdən biridir. Deyir ki, gözəldir, filan məsələ də gözəldir, məsələn, amma bu elm, texnologiya, bu məsələlərə, bu sahələrə daha çox üstünlük vermək lazımdır. Əlbəttə, onlar gözəldir. İnkişaf üçün elm və texnologiya gözəldir. Amma elm və texnologiya bizə bədbəxtlik gətirir axı. Biz bu mənəvi məsələlərdən kənar düşdüyümüzə görə heç nə bizi xoşbəxt eləyə bilmir axı. Bizim hər nəyimiz var. Sonda insan deyir ki, durud bər şotor, mərg bər motor. Salam olsun dəviyə, ölüm olsun texnologiyaya. Niyə? Çünki texnologiya bizə bədbəxtlik gətirir. Müasir insan dünya əsrlər boyu nə qədər insanlar yaşayıblar. Hətta İslamın o gözəl intibah, İslamın o belə deyədi, İslamın ən gözəl formada çiçəklənmiş dövrün götür. Həmən dövrdəki İslam alimləri yaşayırdılar, ixtiralar eləyirdilər. Həmən dövrdə və bugünkü dövrlə onları müqayisə elə gör, bu qədər stres, bu qədər depressiya, bu qədər ayrılıqlar, bu qədər nifrət, tənəffür, insanların ailə mədəniyyətinin məhv olması, dəyərlərin məhv olması, cəmiyyətin yoxluğu bütün dünya cəmiyyətlərində. Cəmiyyətlərin yoxluğu, insanlar sadəcə acınacaqlı hava gəlib çıxmalar nədən qaynaqlanır? Bir dənə məsələ var. Mənəvi boşluq. Mənəvi boşluqlar. İnsan hər nəyin dalıyca gedir, əsas yaradılış hədəfinin dalıyca getmir. İnsan yaradılış hədəfindən uzaqlaşıb. Demək biz əgər əvvəldə Sədinin şeiri kimi desək ki, tərsəmnə rəsibə Kəbə ey ərabi. Qorxuram birdən Kəbəyə yetişməyəsən. Bu yol ki sən gedirsən, o Türkistana gedir. Kəbəyə getmir. O başqa istiqamətə gedir. Yaxud biri o qocalmışdı, Mövlana deyir. Biri qocalmışdı, eşitdi dostu xəstələnib. Bəzən bizim ibadət itaətimiz də bu formada olur da. Dostu xəstələnib, dedi gedim ona dəyim, sonra dedi ki o biləcək, mən qocalmışam, qulağım eşitmir. Qocalmışdı, kaprizin olmuşdu biraz. Dedi neynə, gedərəm ona deyərəm, necəsən, insan da deyəcək, belə də əlhəmdülillah bir söz deyir, mən də deyərəm, şükür Allah, nə yemisən, bir şey indi güclə veriblər ona. Deyərəm, nuş olsun, belə yola verərəm, gedər. Deyir, getdi onun yanına, qofçuni, dedi, necəsən, qoft, mordam, dedi, ölürəm. Bu gözləyir, desin, əlhəmdülillah. Qofçuni, necəsən, qoft, mordam, dedi, ölürəm, qoft, şükür. Bu da dedi, şükür Allaha. O eşitmir axı onun sözün, amma o bunu eşidir.
Bədəzan qoftəş çəxordi, qoft zəhər. Adam bilmədən zəhər içib ölür. Bu da bilmirdi, elə bir nəsə yemək dedi, eşitmir onu. Bədəzan qoftəş çəxordi, qoft zəhər, qoft nuşət bat. Dedi nuş olsun. Əfsun gəşt qəhər. Arıya dava düşdü. Dedi xacə pendarət ki taət mi konət. Bir xəbər az məsiyət can mi konət. Dedi xacə elə bilirdi itaət eləyir, xəstəyə dəyməyə gəlib. Amma getdi düşdü qəmin qüssənin günahın girdabına. Niyə? Çünki xəstəyə dəymək hara, xəstəni incitmək hara. Getmişdin ona biraz idxalı surur eləyəsən, dava saldın ortaya. Bəzən biz elə bilirik ki, ibadət eləyirik. Bəzən bizim dinə qatdığımız xüsusi fikirlər, şəxsi fikirlər, mən belə danışıram, mən belə düşünürəm. Quran var, məntiq var, hədis var. Yox, Quran belə deməyib, hədisdə bu formadadır, mənim fikrim belədir. Sənin gətirdiyin din, sənin danışdığın İslam, sənin göstərdiyin ibadət forması əsrlərdir Peyğəmbərin gətirdiyi ibadət formasından ayrıdır. Deməli, biz bu məsələlərin hamısında istəyiriksə kəsrətdən vəhdətə gələk, çoxluqdan birliyə gələk. Yəni bizim bir dənə dərdimiz olsun. Əgər istəyiriksə, bizim bir dənə qəmimiz olsun. Bizim bir dənə qüssəmiz olsun. Bizim bir dənə gözəlliyimiz olsun. Bizim bir dənə sevgimiz olsun. Biz nə qədər, məsələn deyir, nə qədər günah var dünyada yüzlərlə. Mən deyirəm, yüzlərlə deyir, bir dənə günah var. Bütün günahlar hamı sonra qayıdır. Onu tapmaq lazımdır. Ramazan ən böyük fürsətdir bunu tapmağa. Eşq məktəbində bir dənə günah var. Məşuqu incitmək. Sevdiyimizi incitmək. Bütün günahlar hamısı onu incitməyə qayıdır. Yalan da danışsın o inciyirsə, deməli bir dənə günah var, onu incitdi. Zina da eləsin o inciyirsə, deməli bir dənə günah var, o incidi, onu elədin. Allah rəhmət eləsin Hacı Arif Buzovnalını. Allah rəhmət eləsin. Ondan bir beyt keçirdi. Deyir, ey səfil qarşındakı insandır, qurbanlıq deyil. Bəli. Bir yerində gəlir deyir ki, 1000 qoyun qurban kəsib 100 məscid inşa eləmək bir könül sındırmağı örtən peşimanlıq deyil. Bu Mövlanada da keçir. Yəni deyir, bir yerdə 1000 rükət namaz qılmaq bir qəlbi qırmağa dəyməz, Mövlana deyir. Yəni oradan mənbə qaynaqlanıb Arif, onu möhtəşəm deyib buna Arif. Yəni burada deməli, günah hələ bir dənədir. Günah bir dənədir, onu incitmək. Bütün günahlar qayıdır ora. Sən o bir dənəni tapmalısan. Savab bir dənədir. Bir dənə savab var. Ona tərəf yönəlmək. Nə səni ona tərəf yönəldirsə, deməli o savabdır. Nə səni ondan alıqoyursa, uzaqlaşdırırsa, deməli o günahdır. Sən bütün məsələlərin hamısını, çoxluqların hamısını gətirməlisən bir yerə. Görürsən, Kant hər nəydən danışır, sualların hamısını qoyur. Bütün suallar 3 dənə suallar, o 3 dənə sualın özündə bir dənə suala qoyur. İnsan nədir? İnsan nəliyin başa düşməlidir. Bir dənə insan nəliyin başa düşsə, mən varamsa deməli mən əbədiyəm. Əbədiyəmsə deməli mən niyə narahatam? Mən ölümdən qorxmamalıyam. O ustad deyirəm mənə dedi ki, sən biraz Mövlananı oxusun, görəcəksən Mövlana ölümü həll edib. Artıq insan üçün ölüm dərdi olmayacaq. Ona görə Quran buyurur, onlar ki, əshab-ül yəmindilər, sağ tərəf səhabələrdirlər. Deyir, onlar üçün ölüm 3 halda gələr. Ravhun və reyhanun və cənnətun nəim. Aləm gözlərində bir ilahi nəsim əsər. Aləm gözlərində gülüstana çevirirlər. İlahi nəsimdən sonra. Və nemətlərlə dolu cənnətə daxil olurlar. Dünyaları da cənnət olar, ahirətlərdir. Deməli, sadəcə bir sualın cavabını tapmaq ki, mən kiməm, mən insanam və mən varam, bunun cavabında sən başa düşürsən ki, mən əbədi varlığam. Mən ölüm sadəcə bir paltarı çıxardıb, başqa paltar geyməkdir. Və sonra sən başa düşürsən ki, mən həm də əzəli varlığam. Mən varamsa varlığın önündə yoxluq ola bilməz. Deməli, mən əzəli varlığam, mən həmişə olmuşam. Onlar ona görə bəzən başa düşmürdülər Nəsimini, İmadəddin Nəsimini. Deyirdilər ki, Nəsimi deyib ki, mən zərrə mənəm, günəş mənəm, çar ilə, pəncüşəş mənəm filan. Hər nə mənəm, sonra deyir, mən Allaham iddia edib, haqq mənəm filan. Mən deyirəm, elə deyil, Əllamə Cəfəri rəhmətli o 3 şair əsərində Nəsimi və Mənsur Həllaz barəsində danışanda deyir ki, bir damla suyu götürür, şəhidin Təhərdən də nəql olunur bu söz, bir damla suyu okeandan çıxart, qıraqda ona denən sən nəsən deyəcək, mən damlayam. Kisrət buradadır hamımız. Mən fənaiyəm, mən farizəm, mən Həsənəm, mən Hüseynəm. Mən varsa deməli biz ayrı-ayrı kəsirlər, çoxlarıq. Onu deyir, birləşdir dəryaya, vəhdət əmələ gətir. At oqyanusa, okeana. O damla yesin orada birləşsin, gəl orada ondan soruş. Okeanın içində. Ona nütq ver, orada soruş onu. O deyəcək, mən dəryayam.
Be dərya bengərom, dərya tu binam. Be səhra bengərom, səhra tu binam. Hara baxsam səni görəcəm. Hər yerdə sənsən. Be kuhu, biyabanı, dəştü, dərya. Be hər ca bengərom, hər ca tu binam. Hər yerə baxsam, hər yerdə səni görəcəm. Sənin varlığın hər yeri doldurub. Əsas odur ki, sən özünü tanıyasan, öz nöqsanı, fəqri vücudu ki, Quran bizə başa salır ha. Entumul fuqarau illallah. Siz Allaha möhtacsınız. Bu fəqr vücududur. Biz varlığımızda Allaha möhtacıq. İnsan ki bu ehtiyacı başa düşdü, gör Kant ilə Quran əsasında qurur fəlsəfəsi. İnsan ki bu varlığı başa düşdü ki, mən necə varlığam? Mən varam, amma necə nöqsanlı varlığam? Nöqsanlı varlığamsa gözəlləşməyə doğru addımlamalıyam. Potensialda gözəlləşə bilərəm. Nöqsanlı varlığamsa öyrənməliyəm. Elmə ehtiyacım var, elmə tərəf, agahlığa tərəf. Nöqsanlı varlığamsa ümidim var bəzi məsələlərə, ümidim olduğu məsələlərə əl tapmalıyam, o tərəfə addımlamalıyam. İnsan ki bunları doldurdu, doldurandan sonra olur kamil insan. Onda hər yerə baxır, onu görür. Deyir, orada dəryada ona nütq versin, desin sən nəsən, deyəcək mən dəryayam. Ona görə Nəsimi deyirdi, həqbin nəzər ibayət, tarruy mərabinət. Çeşmi ki bu vəd xudbin, keyruy xudabinət. Haqqı görən göz lazımdır, mənim üzümü görsün, mənim kimliyimi görsün, məni tanısın. Özün görən göz, mən filan kəsəm deyən, heç vaxt Rəbbin görə bilməz. Deməli, insan ehtiyacını başa düşməlidir. Ən gözəl ayda ehtiyacı başa düşmək üçün mübarək Ramazan ayıdır. Bu ayda insan təfəkkür eləməlidir. Bu ayda Quranla mənus olmalıdır. Bu ayda insan düşünməlidir bu nəzəriyyələr haqqında. Mən necə varlığam? Sonra insanın həyatına bir şadlıq daxil olacaq. Şadlıq daxil olacaq necə? Nə qədər ətrafımızda kəsrət var, bu kəsrətin bir dənə məstəri var. Bir mənbədən bu kəsirlər, çoxluqlar hamısı bir mənbədən qaynaqlanıb. Ki onlardan biri də mənəm, mən də o mənbədənəm. İndi biz hamımız o tərəfə gedirik. Onda əgər hamımız o tərəfə gediriksə, hamısı bizim sazımızla rəqs eləyəcək. Bu aləm hamısı bizi ilə həmahəng olacaq. Niyə? Çünki bu aləm hamısı zaten o tərəfə gedir də. Aləm hamısı bilir də, hamısı o tərəfə gedir. Birdən biz başa düşmürük. Biz başa düşmürük. Ona deyir, Sədi ona deyir ki, tərsəm nə rəsibə Kəbə, ey Ərabi. Qorxuram yetişməyəsən Kəbəyə. Niyə? Çünki aləm hamısı o tərəfə gedir, sən əks istiqamətə gəlirsən. Sən əks istiqamətə gələndə belə deyəcəksən, elə bir dünya üstümə gəlir. Hər nə mənim üstümə gəlir. Daha çox uzaqlaşarsan. Uzaqlaşacaqsan. Sən demək istəyirəm, hədəfi tapdın, məqsədi tapdın, vahid mərkəzi, vahid mənbəni tapsın, hamısı addım-addım gedəcək o tərəfə. Allah razı olsun Hacı. Cümləmizdən. Allah can sağlığı versin sizə. Allah elinizə bərəkət versin. Sözün açıq heç suala ehtiyac olmadı. Allah razı olsun. Sözünüzü kəsmək istəmədim bu gözəl sözlər, söhbətlər, məlumatlar. Allah razı olsun. Mən həm öz adımdan, həm tamaşaçılarımızın adından dərin təşəkkürümüzü bildirirəm. Mən də sizə təşəkkür edirəm. Sizin bir beytüzdən qaynaqlandı bütün məsələlər. Allah razı olsun. Allah cümləmizdən razı olsun inşallah. Hacı, xüsusi bir tövsiyəniz yoxsa verilişimizi Allah sizdən razı olsun. Bu ayda dualarınızda bizi unutmayın əziz izləyicilərimiz. Çox sağ olun. Nə suallarınız olsa Allahın izni ilə suallarınızı da göndərin. Bildirəm o aləmlər barəsində mən demişəm, biz bu günə qədər neçə aləm keçmişik, qarşımızda neçə adam var və fəlsəfə, irfan mövzularında əsas o məqsədlə minvalla qabağa aparırıq inşallah. O aləmlər barəsində olan suallara da cavab verəcəyik inşallah. Hacı, təşəkkür edirik. Allah sizdən razı olsun. Əziz dəyərli tamaşaçılarımız, verilişimizin sonuna gəlib yetişdik. Sağ-salamat qalın. Allaha əmanət olun.